Salam əziz və dəyərli müəllimlər. Bugün sizə diferensial təlim mövzusunun izahını verəcəm. Bilirik ki, imtahanda bu mövzudan %100 sualımız olur, yəni situasiyalarda özünü göstərir. Ümumiyyətlə diferensial təlim nə deməkdir? Bilirsiniz ki, diferensial sözü ingilis dilindən götürülüb. Belə deyək də, difference, yəni mənası müxtəliflik deməkdir. Yəni bizim sinifimizdə tutalım ki, 20 uşağımız varsa, 20 şagird, 25, 15, 10 şagirdimiz varsa, lap olsun 3 şagird. Yəni bunlar bir-birindən fərqlidir. Uşaqlar müxtəlifdir. İstər öyrənmə tərzinə görə, istər intellekt tipinə görə, istər hazırlıq səviyyəsinə görə, qavrama qabiliyyətinə görə, akademik nailiyyətinə görə, xüsusiyyətlərinə görə, öyrənmə tərzlərinə görə və s. Yəni uşaqlar müxtəlifdir və biz də həmin müxtəlif uşaqlara fərdi yanaşaraq onların müxtəlif öyrənmə xüsusiyyətlərinə görə dərsi qurmalıyıq. Yəni, nə dedik? Diferensial təlim nədir? Şagirdlərə fərdi yanaşaraq, şagirdlərin müxtəlif öyrənmə xüsusiyyətlərinə görə dərsi qura bilməkdir. Yəni ki, sinifimizdə istər 3 uşaq olsun, istər 30 uşaq olsun, fərqi yoxdur. Uşaqların müxtəlif öyrənmə xüsusiyyətləri olur. Elə biz özümüzdə də öyrənmə xüsusiyyətlərimiz, yəni müxtəlifdir. Diferensial təlimi həyata keçirmək üçün, yəni müəllim 3 əsas məsələni nəzərə almalıdır. 3 əsas məsələ nədir? Ən birinci şagirdin marağı. Təbii ki, biz bunu şagird yönümlülük prinsipində də keçmişdik ki, şagirdin marağı daha öndə durmalıdır. Yəni, şagirdlərə maraqlı gələn mövzuların müəyyənləşdirilməsi, sonra şagirdin hazırlıq səviyyəsi, şagirdlərin nəyi öyrənib və öyrənməli olduqları, şagirdin öyrənmə tərzi, öyrənmənin hansı yolla daha effektiv olmasını nəzərdə tutur. Yəni, öyrənmə tərzləri təbii ki, müxtəlif cürdür. Bəzən mənə belə bir suallar verilir ki, ay müəllim, sinifimizdə indi 20, 25, 30 uşaq var. Biz durub hərəsinə uyğun, nə bilim, sual, tapşırıq və s. dərs qurmalıyıq. Biz onu çatdıra bilərik. Təbii ki, bu yanlış yanaşmadır. Belə etmirik. Olsun sinifdə 40 uşaq. Fərqi yoxdur, amma öyrənmə tərzi cəmi 4 dənədir. 4 cür öyrənmə tərzi var. Bu fərqi yoxdur, sənin sinifində 40 uşaq var, yoxsa 30 uşaq var. Cəmi mənim 4 dənə öyrənmə tərzim var. Mən dərsimi bu 4 öyrənmə tərzinə görə quracam. Yəni, uşaqlar bundan artığı olmayacaq. Bu 4 öyrənmə tərzinə ancaq sahib olacaqlar ki, mən də bunu nəzərə alıb buna uyğun bir dərs quracam. Yəni, mən burada 30-40 uşaqdır deyə, o mənə dərd götürməsin ki, mən neynəməliyəm, indi hamısını nəzərə almalıyam. Xeyr, siz sadəcə 4 dənə öyrənmə tərzini nəzərə alırsınız. Çünki insanlar 4 öyrənmə tərzinə sahibdirlər, bu qədər. O öyrənmə tərzləri hansılardır? İndi mən bunu dedikcə, siz bir növ özünüzü də kəşf etmiş olarsınız. Görün, sizdə də mi bu cürdür? Və yaxud da siz də baxın, gör, hansı öyrənmə tərzinə sahibsiniz? Deməli, 4 öyrənmə tərzi var. Buna qısaca VAKO deyilir. VAKO baş hərflərdir. Yəni ki, baş hərflərdən düzəldilib VAKO sözü. İndi baxaq nədir? V-nın mənası, yəni vizual görərək öyrənmədir. Məsəl üçün, elə uşaqlar var ki, göz yaddaşı ilə öyrənir. Məsələn, müəllim dərsi keçəndə, uşaq onu, məsələn, o dərsə aid bir video izah, bir şəkil və yaxud da müəllim onun qrafikini, cədvəlini və yaxud da şəklini lövhədə çəkirsə və yaxud da ki, əyani vəsait, resurs gətirib həmin dərslə bağlı. Bir sözlə də uşaq onu gözü ilə görəndə daha yaxşı qavramış olur. İkincisi, audial, yəni eşidərək, dinləyərək öyrənmədir. Elə uşaqlar var ki, müəllim dərsi izah edəndə, müəllim dərsi, məsələn, mətni oxuyur, onlar dinləyir. Bu zaman daha yaxşı öyrənə bilir. Ya da ki, sual-cavab prosesində daha yaxşı öyrənə bilir. Məsələn, elə mənim öz dərslərimə də yazılanda bəzi belə müraciətlər olur ki, dərsdə müəllim sual-cavab edirmi? Və yaxud da ki, mən edirəm, məsəl üçün də, yəni hər dərs hamı sual-cavab edilir. Və yaxud da sual-cavab edirəm, mənə deyirlər ki, müəllim, inanırsınız, evdə oxumuşdum, dərsi başa düşmədim. Mən ancaq buradakı sual-cavabda öyrənə bilirəm. Yəni, bu adamlar deməli, audial öyrənmə tərzinə sahibdirlər. Ya da ki,
Məsələn, mən özüm də eləyəm. Dərsi, məsələn, bir dərs öyrənəcəyiksə, dərsi səsli şəkildə oxuyuruq, verbal. Yəni özümüz öz səsimizi eşidirik. Bu zaman dərsi daha yaxşı qavrayırıq. Deməli biz audialıq, yəni eşidərək öyrənən. Fərqi yoxdur kimdənsə eşidim öyrənim ya da özüm oxuyuram, özüm öz səsimi eşidərək öyrənirəm. Yəni buna deyirlər audial, yəni eşidərək, dinləyərək öyrənmə. Üçüncüsü kinestetik, yəni hərəkətlərlə, toxunaraq öyrənmədir. Bu uşaqlar hərəkətli uşaqlar olur. Bunlar üçün mühazirət tipli dərslər çox sıxıcı gəlir. Yəni acıqları gəlir bu tip dərslərdən. Çünki bunlar hərəkət istəyir, bunlar nəsə eləmək istəyir. Bunlar yerində sakit otura bilməz. Dedik axı uşaqlar müxtəlifdir. Kinestetik hərəkətli uşaqdır. Bunlarla nə edə bilərik? Məsələn, dərsi keçdik, həmin dərsin o praktika hissəsini buna tapşıra bilərik. Yəni onlar onu praktikadan keçirsin, qurğu, avadanlığa toxunsun, hərəkətlərində onu nümayiş etdirsin. Bir sözlə də əsas o da yerində oturmasın. Lap belə lor dilindən desək. O hərfi, yəni ki, oxuyub yazaraq öyrənmə. Yəni bu adamlar oxuyub, anlayıb, yazaraq öyrənirlər. Yəni daim qeyd götürürlər. Məsələn, mən dərslərimdə də fikir verirəm ki, bəzi məsələn tələbələr, müəllimlər mən dərs izah edərkən diqqətlə məni dinləyirlər. Bəziləri isə mən danışdıqca tez-tez qeyd götürürlər. Məsələn, mən çox vaxt deyirəm ki, ay müəllimlər, qeyd götürməyin. Mən dərsi izah edeyim, sizin bütün fikriniz məndə olsun. Zaten sizin o götürdüyünüz qeydləri mən göndərirəm sizə. Amma mənə qayıdıb deyir ki, ay müəllim, mən bu qeydi götürməsəm, bu dərsi itirmiş oldum da, yəni mən bunu öyrənməmiş sayılacağam. Mən qeyd götürərkən daha yaxşı yadımda qalır. Ya da müəllim var hələ deyir ki, müəllim, mən burada sizi dinləyirəm, amma mən hələ bu dərsi başa düşməyim üçün mən evə getməliyəm, bir də video izahı qoşmalıyam, oradan özüm üçün qeydləri götürməliyəm, bu cür öyrənirəm. Ya da hətta beləsi də var. Mən PDF-i göndərirəm, mən zaten dərsin qısaldılmış PDF-ini göndərirəm də vacib məqamları. Adam götürür, PDF-i də bir dənə qayda dəftəri tutur, eynisini ora köçürür. Deyirəm ki, niyə belə vaxt itkisi edirsiniz? Mən onsuz da seçib sizin üçün yazıb göndərmişəm də. Deyir, yox ay müəllim, mən özüm yazanda daha yaxşı yadımda qalır. Yəni, məktəblərdə də belə şagirdlər var. Baxırsan ki, ən çox da qız uşaqlarında müşahidə olunur. Bütün gün oturub yazı yazsın, ancaq oturub qayda yazsın. Deməli, bu insanların yəni yaddaşında dərs qeyd edərək, yazaraq, yəni yadında qalır. Deməli, biz nə öyrəndik? Dedik ki, 4 cür öyrənmə tərzi olur. Bunun adı VAKO adlanır. VAKO'nun açılışı vizual, yəni görərək öyrənmədir. Audial, yəni eşidərək, dinləyərək öyrənmədir. Kinestetik hərəkətlərlə toxunaraq öyrənmədir. Oxuyub, anlayaraq, yazaraq öyrənmədir. İndi belə bir şey deyək. Yəni bir dənə nümunə çəkək. Tutalım ki, mən bu günlərim uşaqlara dərs keçəcəm. Məsələn, Qaraca qız əsərini uşaqlara keçəcəm. İndi mən dərsin motivasiya hissəsində gətirmişəm, deməli, bir fraqment göstərirəm. Yəni filmdən bir fraqment göstərirəm. Hətta bunu belə deyək, dərsin bax bu hissəsinə aiddir. Differensial təlimin 4 dənə komponenti var. Məzmun, proses, nəticə, qiymətləndirmə. Elə bu ardıcıllıqla gedək. Məzmun komponentində söhbət nədən gedir? Şagirdə ötürülən, yəni məzmun komponenti nədir? Şagirdə ötürülən informasiyadır. Yəni məzmundur da, mövzudur. İdrak taksonomiyasına əsasən qurulur. Baxın, açın bu cümləni. Şagirdə ötürülən informasiyadır. Yəni mən bugün şagirdə nə öyrədəcəm? Hansı məzmunu öyrədəcəm? Və idrak taksonomiyasına əsasən qurulur. İdrak taksonomiyası nədir? 6 mərhələsi var. O 6 mərhələ bilirsiniz də iyerarxiyaya əsaslanır. Yəni ki, asandan çətinə doğru, sadədən mürəkkəbə doğru gedir. Yəni buna əsaslanır. Yaxşı, proses komponenti nədir? Dərsin düzgün qurulmasıdır. Müəllimin fəaliyyəti ön planda olur. Yəni belə deyək də, məzmunda nə dedik? Nə öyrədəcəm? Prosesdə necə öyrədəcəm? Yəni indi öyrədəcəyim mövzunu və yaxud da məzmunu, informasiyanı necə öyrədəcəyəm uşağa? Hansı üsullarla, hansı yollarla mən bunu onlara çatdıracağam? Hansı yollarla? Bax, VAKO gəlir bizim köməyimizə çatır. İndi elə deyəcəyim nümunə bu prosesə aiddir. Proses yəni dərsin
işin prosesi, müəllimin fəaliyyətindən söhbət gedir. Məsələn, müəllim bu gün Qaraca qızı keçəcək. Düzdür. İndi gəlir Qaraca qızı necə keçim, necə çatdırım uşaqlara. Dedik axı 4 öyrənmə tərzi sahib uşaqlar var. Deməli, dərsin cəlbetmə mərhələsində gətirirəm Qaraca qıza aid bir fraqment, qısa bir 2-3 dəqiqəlik fraqment göstərirəm. Filmdən, yəni fraqment göstərirəm. Uşaqlar baxırlar. Mən burada kimi nəzərə aldım? Əvvəlcə özünüz videonu dayandırın, tapın, sonra videonu açın, cavab verin. Mən burada hansı öyrənmə tərzini nəzərə aldım videonu göstərməklə? Vizual, göz yaddaşı, görərək öyrənənləri nəzərə aldım. Yaxşı, indi audiala keçək. Deyirəm ki, uşaqlar, baxdınız videoya. Baxın, bugün biz sizlə Qaraca qız əsərini keçəcəyik. Qaraca qız əsərində söhbət, sədaqətli dost və s. və ilaxı bunları danışırıq. Hətta mətni bir dəfə özüm oxuya bilərəm. Uşaqlar, diqqətiniz məndə olsun. Mən bu əsəri oxuyacağam, sonda sual-cavab edəcəm. Görün, mən nə dərəcədə diqqətli dinləmişsiniz. Mən bu zaman hansı uşaqları nəzərdə tuturam? Yenə də videonu dayandırıb cavab tapın. Yəni, mən oxuyuram, onlar məni diqqətlə dinləyir və sonda da sual-cavab edirəm. Audial öyrənənləri, eşidərək öyrənənləri nəzərdə saxlayıram. Sonra gəldik kinestetik öyrənmə. Deyirəm ki, uşaqlar, indi gəlin, bilirəm də mənim sinifimdə hansı uşaqlar hərəkətdir, o yerində qaynayan uşaqlardır. Sırf onları çağırıram. Gəlin, indi bunu filan səhnəsini səhnələşdirək. Aha, bu artıq uşağa dərs maraqlı gəlir də, səhnələşdirirlər. Ən sonda oxuyub yazaraq, ay uşaqlar, indi sədaqətli dost haqqında kiçik bir esse yazın. Aha, yazı sevərlər üçün də mən nəsə etmiş oldum. Yəni, görürsünüz, müxtəlif üsullarla dərs keçdim. Həm mənim dərsim dolu-dolu keçdi, uşaqlara sıxıcı olmadı. Görün, bir 45 dəqiqə mən nə qədər fəaliyyət yerləşdirmiş oldum. Daha sinifdə boşluq olsun, kimisə yuxu bassın, sinifdə boşluq olsun, kimsə kiməsə kağızı büküb tullasın, təyyarə düzətsin. Xeyr, bunu edirsə uşaq sinifdə, deməli o dərsdə boşluq var. Amma mən dərsi belə dolu-dolu keçəndə uşaq özü dərsin sonunda deyir ki, ayda, bu dərs necə tez bitdiyi? Görün, dərs nə qədər dolu-dolu kinoya baxdılar, mətni mən oxudum, sual-cavab elədik, səhnəcik çıxartdıq, esse yazdıq. Yəni, dərs hər şeydən biraz və bu uşağa çox maraqlı gəlir və mən artıq burada bütün uşaqların marağını nəzərə aldım. Hər birinin öyrənmə tərzini, xüsusiyyətini nəzərə alaraq dərsi qurdum. Hər birini deyərkən yenə də deyirəm, biz burada 30-40 nəfər uşaq varsa, dənə-dənə kimisə nəzərə almırıq. Zaten cəmi 4 dənə öyrənmə tərzi var, bunları nəzərə alırıq, dərsi də elə qururuq. Necə öyrətdim uşaqlara bu 4 cür vakoz sayəsində dərsimi qurdum. Yəni, burada əsas fəaliyyət, yəni prosesdə əsas fəaliyyət müəllimdədir, müəllimin rolu. Nəticədə isə şagirdin roludur. Yəni, prosesdə müəllimdir, nəticədə şagird. Bunu unutmayaq. Şagirdin əldə etdiyi bilik və bacarıqdır, yəni nəticə. Sonda yəni uşaq hansı nəticəyə gəldi? Şagird dərsin nəticəsini təqdim edir. Nəticə, yəni bərabərdə tətbiq etmək. Yəni, artıq uşaq tətbiq edir. Artıq məsəl üçün şagirdin fəaliyyətidir. Mənim keçdiklərimi indi o düzəldir, yazır, testini işləyir və s. Yəni artıq o tətbiq edir. Onun fəaliyyətidir indi. Qiymətləndirmə isə adından da məlumdur. Formativ, yəni gündəlik qiymətləndirməmiz və summativ qiymətləndirmə nəticəsində hər bir şagirdlə əks əlaqənin qurulmasıdır. Rəylərin verilməsi və fəaliyyətə stimullaşdırılması da qiymətləndirməyə aiddir. Bəli, biz bunu pedaqoji tələblərdə də keçmişdik. Zaten rəy sözü fəaliyyətə stimullaşdırılmasının açar sözüydü. Bu da formativ qiymətləndirməyə aiddir. Bu diferensial təlimin əvvəllər 5 komponenti var idi. Baxın, indi 4-dür. Əvvəllər 5 komponenti var idi. 5-incisi də, baxın, onu da qeyd eləmişəm, öyrənmə mühiti idi. Burada da söhbət fiziki, psixoloji, yəni sinifin fiziki və psixoloji quruluşundan söhbət gedirdi. Bir sözlə psixoloji mühit, dəstəkləyici mühit, sağlam psixoloji mühit, yəni. Bundan söhbət gedirdi. Amma indi bunu çıxarıblar. Mən sadəcə qeyd etdim ki, yenə də məlumatlı olasınız. Hal-hazırda diferensial təlimin 4 komponenti var.
məzmun, yəni ki, şagirdə ötürülən informasiyadır. Yəni mən bu gün şagirdə nə öyrədəcəyəm? Proses, burada müəllim fəaliyyəti daha öndədir. Yəni dərs prosesi nəzərdə tutulur, dərsin qurulması nəzərdə tutulur. Yəni mən bu gün keçəcəyim mövzunu şagirdə necə öyrədəcəyəm? Hansı üsullarla, hansı yollarla mən bunu onlara mənimsədəcəyəm? Nəticə artıq burada şagirdin fəaliyyətidir. İndi öyrəndiklərini tətbiqə keçirlər. Qiymətləndirmə isə formativ və summativ qiymətləndirmə ilə uşaqlarla, yəni əks əlaqə qururuq. Yaxşı, diferensial təlimin üstün cəhətləri nədir? Təbii ki, sağlam şagirdlərlə yanaşı burada qüsurlu, yəni sağlamlıq imkanları məhdud şagirdlərin də dərs prosesinə cəlb olunması diferensial təlimin üstün cəhətlərindəndir. Şagirdlərə materialı necə öyrənməli olduqları üçün onlara seçim imkanının verilməsi. Şagird yönümlülükdə keçmişdik ki, şagirdlərə seçim imkanı verilməlidir. Şagirdlərin təlim ehtiyaclarına görə dərsi qurmaq, bəli, onların öyrənmə tərzi, öyrənmə xüsusiyyətlərini nəzərə alaraq dərsi, bayaq görürsünüz, qurduq. Diferensiallaşma və skafoldingdən sizə sual düşə bilər. Skafolding Rus psixoloqu olan Lev Vygotskyinin belə deyim də terminidir. Mənası müvəqqəti dəstək, körpü rolunu oynamaqdır. Məsələn, təsəvvür edin ki, mən bir meşə ilə gedirəm. Meşənin ortasında qarşıma çay çıxır. Mən yolun o üzünə keçə bilmirəm. Bir dənə taxta parçasını atıram çayın üstünə, keçirəm. Həmin o taxta parçası mənim üçün müvəqqəti dəstək oldu, körpü rolunu oynadı. Mən çıxıb lampa taxmaq istəyirəm üstürə, əlim çatmır. Nərdivanı gətirirəm, qoyuram ayağımın altına, çıxıram, taxıram. Nərdivan mənə müvəqqəti dəstək oldu, körpü rolunu oynadı. Yəni müəllim də uşağa müvəqqəti dəstək olmalıdır, körpü rolunu oynamalıdır. Uşaq bir şeyi sərbəst özü bacarana qədər müəllim hələ ona dəstək olmalıdır. İndi diferensiallaşma ilə skafoldingi belə deyək də, oxşar və fərqli cəhəti nədir? Diferensial təlim ilə skafoldingin oxşar cəhəti hər ikisində məqsəd müxtəlif şagirdləri eyni təlim nəticəsinə çatdırmaqdır. Diferensialın da məqsədi odur. Diferensial nə idi? Uşaqlar müxtəlifdir, biz onlara fərdi yanaşaraq dərsimizi onların öyrənmə xüsusiyyətlərinə görə qururuq. Niyə? Hamısı gəlib eyni təlim nəticəsinə çatsın. Skafolding nədir? Şagird hələ bacarmır, mən o özü sərbəst şəkildə bacarana qədər mən ona müvəqqəti dəstək olacağam. Niyə? Gəlib eyni təlim nəticəsinə çatsın. Məqsəd yəni ikisində də eynidir. Fərqli cəhətlər nədir? Skafolding daha geniş anlayışdır. Bütövlükdə tədris yanaşmasını əhatə edir. Yəni bütün tədris əhatəsi. Skafolding məktəbdə də ola bilər, evdə də ola bilər. Evdə böyük bacı, qardaş, o biri bacı qardaşına kömək ola bilər. Valideyn uşağına skafoldinglik edə bilər. Yəni skafolding hər yerdədir. Ona görə daha geniş anlayışdır və bütün tədris yanaşmasını əhatə edir. Sonra diferensial təlimi isə bir dərs müddətində həyata keçirilir. Məsələn, mənim bayaq qurduğum dərs, Qaraca qız keçəcəm, gördünüz, diferensial qurdum. Bir dərs, 45 dəqiqəni əhatə etdi. Skafolding zamanı daha təcrübəli birinin fasilitasiyası ilə səmərəli öyrənmə təmin edilir. Bəli, daha təcrübəli birinin, bu böyük bacı ya da eyni yaşda daha savadlı bacı qardaş, evdəki valideyn, qonşu, müəllim, yəni daha təcrübəli biri ola bilər. Diferensial yanaşma skafoldingin içərisində yer alan prosesdir. Zaten dedik axı skafolding daha böyükdür, diferensial da onun içində yer alır. Belə müəllimlər, dərsimiz bu qədər. Əgər faydalı oldusa, yorumlarda fikirlərinizi gözləyirəm. Sağ olun.